konfrans ölkəmizdə həm sağlamlıq, həm tibbi turizmin inkişafına vəsilə olacaqdır. Biz də tibbi turizm istiqamətində öz xəstəxanalarımızla birlikdə təmsil olunuruq. Təbib olaraq bizim ilk öncə hədəfimiz vətəndaşlarımıza tibbi xidmətin daha keyfiyyətli və əlçatan olması olub həmişə. İstəməmişik ki, vətəndaşlarımız xidməti xarici ölkələrdə axtarsınlar. Öz ölkəmizdə keyfiyyətli xidmətin alınması üçün işlər görülüb. Xəstəxanaların infrastrukturu olduqca yaxşılaşdırılıb, maddi-texniki baza gücləndirilib və kadr potensialı yaxşılaşdırılıb, ixtisaslı kadr potensialı. Və artıq yerli vətəndaşlarımızla bərabər əcnəbilərə də xidmət göstərməyi hədəfləyirik. Bununla da bağlı artıq ilk addımlarımız atılıb və ölkədə turizm konsepsiyasının hazırlanması ilə bağlı işlər görülüb. Dövlət Turizm Agentliyi ilə elə birgə bizim bir strategiyamız hazırlanıb, tədbirlər planımız artıq icra olunur. Növbəti il mart ayında inşallah hədəf ölkələrdən bir qrup med agent və tur operatorlar ölkəmizə dəvət olunacaq. Həm təbibin xəstəxanaları, həm ölkədə fəaliyyət göstərən bəzi özəl xəstəxanaların imkanları onlara təqdim olunacaq.